Biri gece yarısı çöldə qalmışdı. Getdi bir mallanın qapısını döydü. Dedi, çöldə qalmışam. İstədi deyə ki, mən məsələn də yaxınam, möminəm, zat. Dedi, mən Allahın bacısı oğluyam. Məqsədi bu idi ki, yəni mən yaxınam, belə möminlərdənəm filan. Molla da mənim kimindəymiş, zirəh mollaymış, ağıllı mollaymış. Yapışıb əlindən gətirib məscidin qabağına görsədib deyib, dayının evi buradır. Bax, burada gülməli olan nədir? Əslində bu molla fərqində olmadan mollaların iç yüzünü açıb ortaya dökür. Başqa vaxt çarəsiz qalan insanlara yardım etməyi, yardımlaşmağı, yolda, küçədə qalan insanlara kömək etməyi təbliğ edən mollalar qapısına gələn çarəsiz insanı aparıb Allahın evinə qoyur ki, dayının evi buradır. Bax, budur mollaların nağılları, bax, budur mollaların gerçəkləri.